Bugün sizə Qazaxıstanın Almat şəhərində ev qiymətləri haqqında məlumat verəcəm. Kirayə evləri neçədir, kirayə evləri hardan, necə kirayə eləmək olar, bu haqda danışacağım. Hazırda mən yaşadığım Oskar yaşayış kompleksinin həyətindəyəm. Artıq 4-cü aydır ki, mən bu yaşayış kompleksində qalıram. Yaşayış kompleksi şəhərin mərkəzi sayılan yerindədir. Bir çox yerə rahat şəkildə gedib gəlmək olur. İndi qalxaq yuxarı və yaşadığım evi daha sonra neçəyə kirayə tutmuşam, hardan tutmuşam, bu haqda məlumat verəcəm. Bura 4-cü binadır. Bura isə geniş formada bir liftdir. Əllər arasındakı insanlar üçün çox rahatdır. Yəni. Mən binanın 8-ci mərtəbəsində qalıram. Ümumilikdə isə bina 12 mərtəbədən ibarətdir. Qapıdan girişdə sağda hamam tualetidir. Burada WC, əl-yuvan, burada duş kabinesi. Bir otaqlı evdir və otağın içində mətbəxidir. Burada balaca bir soyuducu, mikrodalğa soba, paltar yuvanı, yuxarıda belə şkafları var. Əl-yuvan, yemək pişirməyə pletkası, belə bir masası var, bar stolu kimidir. Oturmaq üçün 2 ədəd bar oturacağı var. Mənim ehtiyacım yoxdur. Öz oturacağımı özümlə gəzdirirəm. Daha sonra televizordur, paltar şkafıdır. Sonra belə bir 2 nəfərlik çarpayıdır. Kondisioneri var. Əlavə olaraq burada bir ədəd balaca bir masa var. Studio tipli evdir. Deməli ev çəkib göstərdiyimə görə gələk əsas məsələyə. Buranın bir aylıq kirayə haqqı 240 min tengədir buranın pulu ilə. Bizim bundan 800 manat civarında kirayə haqqı ödəyirəm bura və 40 manata yaxında kommunal eləyir. Və gördüyünüz kimi Qazaxıstan Almat şəhərində kirayə evlər bu şəkildə bahadır. 180 minə, 170 minə, 200 minə evlər tapa bilərsiniz qalmağa. Belə bir evi almaq istəsəz əgər Almat şəhərində bizim bundan da 130 min manat belə bir evin qiyməti var. Eşitdiyimə görə dəqiq bilmirəm. Və əgər Almat şəhərinə gəlsəniz, ev tapmaq istəsəniz, axtarsanız, burada Krişi.kz deyə bir sayt var. Mən də bu evi oradan tapmışam. Və o proqram vasitəsilə ev axtara bilərsiniz özünüz üçün. Və belə Almatda ev kirayə qiymətləri bu şəkildədir. Yəni bura gəlsəniz, bunu diqqətə almanızı tövsiyə edirəm.